Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Salamlar. Hər kəsi salamlayırıq buradan. Biz gözəl məkan, gözəl yerdəyik. Bura Navran meşəsidir. Navran Azərbaycanın Xaçmaz rayonunda Rusiya və Azərbaycan sərhədində yerləşən kurort və istirahət mərkəzi hesab olunur. Bu günləri inşallah istirahət yerimiz, gəzintimiz Navrandır inşallah. Mən Emil və qardaşım Kamranla bərabər biz bu gözəllikdən, bu ağacların gözəl quruluşundan, bu meşəliyin gözəl ab-ı havasından, təbiətin füsunkar mənzərəsindən zövq almaq üçün buraya gəlmişik. İnşallah ki bu səfərimiz, bu gəlişimiz bizə düşərli olar. İnşallah. Biz belə bir gözəl gölə çatdıq. Fontan istirahət mərkəzində belə bir gözəl güşə var. Fontan oradan axır yuxarı hissədən. Yuxarıdan belə gəlib bu formada da axıb həmən bu istirahət mərkəzinin ətrafına yayılır. Və həmən fontanın suyu baxın 4 bir tərəfini əhatəyə alır istirahət mərkəzini. Burada insanlar üçün dincəlmək üçün masalar, gözəl yerlər, məkanlar var. Çox gözəl şərait yaranır insanların
istirahət edib dincəlmək üçün. Çox gözəl yerdir, çox gözəl məkandır. Burada gözəl ördəklər var burada. Əziz yoldaşlar, belə bir gözəl məkana gəldik. Özümüz üçün belə gözəl masa ayırdıq, tutduq. Meşəlikdir bunlar. Gördüyünüz kimi ağacların içərisindəyik hazırda. Müəyyən tədavi görmüş özümüz üçün. Burada mangal filan hər bir şərait var, şükür Allaha. Əsas məqsəd burada əyləşməkdə, məqsəd ondan ibarət ki, dincəlmək, istirahət etməkdir. Bu gözəl meşəlikdə, bu gözəl ab-havada. Çox qəşəng, sərin yerdir. Sadə, normal yerdir. İstirahət zonasıdır bura. Təəssüratları necədir ki, ümumiyyətlə? Navran deyəndə biz eşitmişdik ki, Navrana gəlirlər istirahət etmək üçün. Kimdən istirahət zonası olaraq haran soruşurduqsa, öndə Navran ağla gəlir. 200 kilometr yol qət etdik. 3 saatlıq yoldur. Çox yaxşıdır, normaldır. Hər kəs ailəvi bura üz tutub gəlib burada əyləşib istirahət edə bilər. Sadə, sakitçilik, normal yer, qəşəng. Yəni bura məxsusi gözəlliyi verən məncə elə ağacların bu gözəlliyi, bu təbiətin səsidir. İnsan təbiətin səsinə daldıqca məncə öz ruhunun dərinliklərinə dönüş edir. Əziz dostlar, biz hal-hazırda Navranda Xəzər dənizinin sahilindəyik. Arxalıq meşəlikdir, gördüyünüz kimi. Çox gözəl. İnsanlar burada istirahət edir. Əsasən insanların çoxluq təşkil edən tərəfi o tərəfdir. Biz sakitçilik üçün filan insanların az olduğu yeri seçdik əslində. Əsasən gördüyünüz kimi insanlar o tərəfdədirlər. Biz Xəzər dənizinin sahilindəyik. Belə bir misal var, deyir, can verən su həm də can alır. İnsanlara tövsiyə edirəm ki, ehtiyatlı olsunlar. Dəniz kənarına istirahətə gəlirlər, dənizdə çimərliyə daxil olurlar. Daha dərin yerlərə gedirlər. Biraz ehtiyatlı olmaq lazımdır. Ehtiyatı əldən vermək olmaz. Əziz dostlar, biz gözəl bir təbiət mənzərəsi ilə, yaşıllıqla, gözəl ağaclarla əhatələnmişik. Çox gözəl mənzərədir. Səsi diqqətlə dinləyin. Bilmirəm, səs ora gəlir yoxsa yox. Möhtəşəm, çox möhtəşəmdir. Yəni, bu ağacların bu görünüşü, bu hündür ağaclar nazik və hündürdür, çox qeyri-adidir. Belə ağaclara çox az təsadüf edilir. Deməli, İsmailli rayonu Buynuz kəndi, Quba rayonu Qəsrəş. Orada da belə gözəl
füsunkar ağacları var və burada da biz belə bir füsunkar görüntü ilə qarşılaşdıq və burada çəkiş etməyə qərar aldıq. Çox gözəldir. Görün Allah Taala necə də möhtəşəm yaradıb bu bitkiləri, bu ağacları. Möcüzədir. Bunlar da bir canlıdır əslində. Yəni Mən bir də onu vurğulayım ki, mən bayaqları bir şey fikirləşdim. Bu ağacların ümumiyyətlə ağaclıq burada çoxdur. Mən bayaq qeyd etdiyim kimi Xəzərin sahilində yerləşir bu meşə. Ağacların bu qədər gözəl, füsunkar görünüşə malik olması məni heyrətə gətirir. Çünki biz misal üçün öz həyətimizdən kəmran deyirəm. Həyətimizdə hər hansı bir bitkiyə, ağaca, çiçəyə baxmadığımız zaman hansı hala düşür? Formasını itirir, görkəmini itirir. üzr istəyirəm, belə bir misal var, deyir ki, bağa baxarsan bağ olar, baxmarsan dağ olar. Ancaq bura baxan da yoxdur, gözəl mənzərələr. Allah Taala gör necə buranı tənzimləyir ki, necə intizamla bura yağış yağır, su necə sulamadan, yəni ki, ağaclar inkişaf edir buralar. Ehtiyac yoxdur yəni sulamağa. İnsan əli buralara dəymir, amma inkişaf edir. Bəli, Kamal, mən də elə onu demək istirdim ki, bu gözəl təbiətin qoruyucusu yalnız yaradan Rəbbimizdir, Allahımızdır. Həmd olsun Allaha, aləmlərin Rəbbinə həmd olsun. Mən hər zaman deyirəm ki, bu gözəllikləri yaradan Allah bizlər üçün, biz insanlar üçün yaradıbdır ki, biz bu gözəllikdən yararlanaq və bu gözəlliyin zövqünü dadaq inşallah. Deyir hər gedən gəlmiş, mənim ol qəmgüsarım gəlməmiş. Hər gedən gəlmiş, mənim ol qəmgüsarım gəlməmiş. Ey gözüm qan ağla ki, çeşmi xumarım gəlməmiş. Getmiş idi ixtiyarım, getmiş idi ixtiyarım, diləçincə yarımın. Çünki yarım gəlməmiş, həm ixtiyarım gəlməmiş. Mən bu dərd ilə ölsəm, məni məzara qoymayın. Üstümə yol tutu dilə, üstümə yol tutu dilə, çox nigarım gəlməmiş. Deməsin Vaqif, anay, deməsin Vaqif, əcəl kim gəlsə məndən can alır. Kimdir ona can verən, ərman yar gəlməmiş dağdan. Aman aman, aman aydan dibim anay. Harda olsan gələrəm, təki sən səsləməlim. Qarda olsan gələm, təki sən səsləməlim. Harda olsan gələrəm, təki sən səsləməlim. Qarda olsan gələrəm, təki sən səsləməlim. Yaxın olsun ya uzaq, dərə olsun ya dada. Yaxın olsun ya uzaq, dərə olsun ya dada. Məni kim səsləyəcək, təki sən səsləməli. Məni kim səsləyəcək, təki sən səsləməli. Nabranda belə gözəl bir atla qarşılaşdım. Mən atları çox sevirəm. Çox gözəl, bunu yaxından çək bırakın. Bu atın
Yalının rəngi çox qəribə. Yaşlıdır yoxsa? Hələlik sortu. Hə, sortu bunun budur. Rəngi çox gözəl, qeyri-adi. Yol gedirdim. Saxladım bununla təklif etməyəsə. Hə, əziz izləyicilər, biz hal-hazırda Nabrandayıq. Biz yola düşürük Bakıya. Buradan 208 kilometr yol var. 3 saatlıq yolumuz var. Emil, bu günlər necə oldu təəssüratların? Şükür Allaha, yaxşı təəssüratlarla qayıdırıq inşallah. Nabran çox gözəl yerdir, çox füsunkar yerdir, gəzməli yerdir. Meşəlik sevən, ağaclıq sevənlər, yəni sıx meşəlik sevən insanlar buraya gəlməyi daha məqsədə uyğundur və onlara məsləhət görürük ki, gəlsinlər, bu gözəlliyi görsünlər. Azərbaycanın hər bir yeri bizim üçün doğmadır, hər bir qarşını biz sevirik. Buraya ailəvi şəkildə gəlib istirahət edə bilərsiniz. Füsunkar mənzərəsi var. Kim istəsə gəlsin istirahət etmək. Bəli, bəli. Buranın füsunkar mənzərəsindən yararlana bilərsiniz. İnşallah biz geri dönüş edirik, biz Bakıya yola düşürük. Bugünkü günümüz çox gözəl keçdi. İnşallah gələn dəfə başqa rayon kəndlərimizi seçdiyimiz zaman yenidən sizlərlə paylaşacağıq inşallah. Ömür kitabımızdan bir səhvədə belə keçdi.